Salam əziz və hörmətli dostlar, xoş gördük. Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxşısınız. Bu günləri bizim heç bərnaməmiz yoxdur. O siyasi əslində bir desaq ki, bir fərhəngi siyasi mərcə yaratmağa çalışırıq. O bugün tətildir, sabahdan başlayacağıq. Güney Azərbaycan Qurtuluş Partisi ilə və Eldar bəy Qəradağlı cənabları ilə. Bu günləri bir də bizim normalda İstiqlal Partisinin bərnaməsində mən iştirak edirdim. Bu günləri o da olmayacaqdı. Onun üçün hətta özümün də bir proqram qoymuşdum ki, Əl-Ərəbiyyə televiziyasinə bir bərnamə düzəldim. O da cür gəlmədi. Onun üçün bu günlər fürsətim var. Biraz dərdi dil eləyək. Yəni rəsmi danışmayaq, rəsmi geyinməyim, rəsmi danışmayım. Düşüncələrimi əlbəttə ortaya qoyacağam. Yəni rəsmi mənim düşüncələrimdir. Amma nə deyirlər? Fərqli biraz olacaqdır. Ən başda istəyirəm intixabatdan danışam biraz. İntixabat ya seçki nədir? Demokratikdir ya yox? Ondan sonra bizim iradəmizi göstərəcək ya yox? Mühüm bizim iradəmizdir. Biz deyəndə kimik? Biz Güney Azərbaycanda yaşayan ya İranda yaşayan türklərdən danışıram mən. Ərəblər də var, Kürdlər də var, Bəluçlar da var, Lorlar var, Ciləşlər var, Mazənilər var. Bunlar da var. Ayrı şeylər də vardı, amma mən onlardan danışmıram. Mən Güney Azərbaycan və İranda yaşayan türklərdən danışıram. Əcəba bizim iradəmiz, iradə nədir? İradə budur ki, məsələn, mən deyirəm, gedirəm ələn burada çıxış edirəm. Gələm burada danışam. İndi biri qulaq asar asmaz, bu mənim iradəmdir. Mənim iradəm burada o deyil ki, adamlar gəlib baxacaq ya yox. Ona bağlı deyil, mənim iradəmə bağlıdır. Biz iradəmiz, ya biz bir şeyi istəyirik, onu istəmək üçün də hərəkət edirik. İntixabat onlardan biridir. Məsələn, biz bir şey istəyirik, nə mənə? Mən burada o mövzularımı da yazdım ki, bəzən yadımdan çıxır, o yadımdan çıxmasın. Bizim iradəmiz nədir? Bizim iradəmiz milli haqlarımızı əldə gətirməkdir. Millət olaraq buna çalışırıq. İndi hər nə olur olsun, qanun əsasisi olsun, əsl 15-ci olsun, İrançısı da olsa, hətta içində amma Azərbaycana önəm versə, türklərə önəm versə, o şərtinə. Ondan sonra istiqlalçı olsun, federalçı olsun, bütövlü Azərbaycan olsun, türk dünyası olsun, hər nə olur olsun, bizim istiqlalımız milli haqları əldə gətirməkdir. Milli haqlar deyəndə ən başında nə gəlir dostlar? Baxın, fərdi haqların ərzişi yoxdur. O zamanaca ki, milli haqlar ələ gəlməyibdir. Biz bunu bilməliyik. İki cürə haqq var. Əvvələn Sazman-ı Miləldə yazılan haqlar, ya Sazman-ı Milləl bağlı olan təşkilatlarda yazılan haqlar var dövlətlərin istədiğidir. Millətlərin istədiği deyil. O dövlətlər şimdi vardılar, bunların siyasi, hüquqi düşüncələrinin nəticəsidir orada. Bir konvansiyon yazılıb, bir hüquqi bəşər yazılıb, bu bizim deyil. Yəni o millətlər ki, dövlət deyirlər, onların iradəsi orada görsənmir. Onların istəkləri Sazman-ı Miləlin ya konvansiyonlarda görsənmir. Orada görsənən o dövlətlərin, var olan dövlətlərin iradəsi. Bəs burada hüquqi bəşər bizim hüququmuz deyil. O hüquqdur ki, İran dövləti
Amerika dövləti, İngilis dövləti, Fransa dövləti istəyir. Amma bu ki biz Türk Azərbaycanlılar, İranda yaşayan türklər, Qəşqailər, Türkmənlər, Xorasan türkləri, Xəlic türkləri və biz nə istəyirik? Bu onların mövzusu deyil əslən. Çünki onların iradəsi deyil. Amma bizim iradəmizdir. İndi bu, əvvəldə bu iradə olsun. İradənin ən başında nə gəlir dostlar? İstəyin başında milli haqlar. İki cürə haqq var. Bir, dövlətlər, Sazman Millədə orada fərdi haqların üstündə təmərküz edirlər. Deyirlər ki, sizin fərdi haqqınız var. Çünki milli haqqa dayansalar, onda İran məsələn təcziyə olar. İstəmir. Deyir, bu fərdi haqqdan danışaq. Hüquq-i bəşər fərdi. Individual. Bunlardan danışırlar. Biz, o dövlətlər bizim milli haqlarımızdan danışmazlar. Cəm'i, bütünlük, toplumsal hüquqlarımızdan danışmazlar. Çünki onda bizi rəsmiyyətə tanımaq məcburiyyətindədir. Onda bizə milli haqları vermək məcburiyyətindədir. Hətta bunun üzünə İranda fərhəng yaradıbdır, kültür yaradıbdır, nə qovm. Və bu qovmu işlədir. Deyir ki, bunlar qovmudurlar, bunlar millət deyirlər. Təhqir edir. Deyir ki, bunlar özlərini idarə edə bilməzlər, onları mən idarə edirəm. Onlar azlıqdırlar, çox əqəlliyyət, azlıq. Deyir ki, bunlar o qədər azdılar ki, hesaba gəlməzlər əslən. Adam hesab olunurlar ki, biz bunların dilini, məsələn, rəsmiyyəti tanıyaq falan. Toplum hesab olunurlar. Çünki birey, dövlətlər bireylərin haqlarına əhəmiyyət verərlər. Çünki orada bireylər olanda istiqlal istəmək haqqı yoxdur, azadlıq istəmək haqqı yoxdur, nə bilim, filan istəmək haqqı yoxdur, dövlət qurmaq haqqı yoxdur. Amma o zaman ki, gələ səni hüquqi milli tərif eləyə, məcbur deyə ki, bunun milli haqları var. Milli haqlar nədir dostlar? Bunları bir əvvəl özümüz baş tapaq ki, milli haqlar nədir? Ki, dövlətlər onu istəmirlər. Sazman Millədə olan dövlətdə hüquq bəşər onu istəmir. Çünki onun zərəri nədir? Kanada dövləti, məsələn, burada indigenous deyirlər, yəni yerəl, yer sahibləri. Onların milli hüququnu istəsə, bir torpağı verir onlara. Deyə gəlin dövlət qurun. Dövlətiniz olsun, ordunuz olsun, ondan sonra bancınız olsun, beynəlmiləl rabitələriniz olsun, uluslararası rabitələriniz, gələcəyiniz olsun, alveriniz olsun, dövlətlər sizi rəsmiyyətə tanısın, siz dövlətləri rəsmiyyətə tanıyın, azad alverə girin, ordu qurun, silahlanın, silah satın, silah alın, təyyarəz olsun, bombuz olsun, filanınız olsun, bəhmanınız olsun. Amma rəsmiyyətə tanımır. Deyir, sizin hüquqi bəşəriniz var. Kanada. Bəşər haqqınız var, dava dərman haqqınız var, evlənmək haqqınız var, işləmək haqqınız var. Tutuldu, getdi. Hüquqi bəşər bunlardan ibarətdir. Hüquqi bəşərdə nə deyir? Deyir ki, məsələn, sən səfərini azaddır, səfərinin qabağını ala bilməzlər. Nə bilim, böyükləri bunlardır. Evlənmağını azaddır, zorundan evləndirə bilməzlər, boşaya bilməzlər. Düşüncələri deyə bilərsən. Düşüncə fərdi olur da. Yəni, məsələn, hangi düşüncə azaddır? Milli düşüncələri azad deyil ki. İndi, bəzi məmləkətlərdə azaddır. Məsələn, Kanadada milli düşüncələri belə danışmaq olur. Amma hər yerdə beləsi deyil. Dünyanın bir çox 200 məmləkətinin mümkün 150-sində azad olmayır. Milli haqlardan danışmaq. Onun üçün, milli haqlar nədirlər indi? Mühüm budur. Ən başda gələn milli haqlar dövlət qurmaqdır. Dövlət türk anlamında, fars anlamında yox. Fars anlamında dövlət, məsələn, indi bir nəfər çıxacaqdır intixabatdan, dövlət quracaqdır. O dövlətdir. Amma dövlət o deyil. Dövlət kulli bu sistemdir ki, bu 80 milyon insanı və bu torpaqları idarə edir. Qorur, saxlır, vurur, əzir, kəsir, hər neyini, bancın, pulun, bunların hamısı dövlətdir. Xəstəxanaları falan, bunlar hamısı dövlətdir. Amma hakimiyyət türkcədə o adamdır, o qrupdur ki, gəlir 4 il hakimiyyət eləyəcək, gedəcəkdir. Yəni, siyasətlərin yerinə qoyacaq, ya qoymayacaq. Amma əsli siyasətlər ki, değişmir, dövlətin siyasətləridir. Əsli milli haqlardan biri budur ki, siz dövlət qurasınız. Sonra hakimiyyətiniz ola, yəni
Məsələn, bu parti gələ, o parti gələ, birey gələ, o birey, bu birey, ola rəis cümhur, ola döldürür, 5 il orada idarə eləyə çıxacaq işinin dalısıca. Əsli ondan sonradır ki, siz o milli haqqı, yəni dövlətçilikin altında o birisi haqlara sahib olursunuz. Əgər o milli haqq, yəni dövlət olmasa, dövlət quramasaz, o birisi haqlardan danışmaq havada danışmaqdır. Elə və ayağınız yerdə deyil, amma deyirsiniz ki, mənim bağım olmalıdır, bağçam olmalıdır, maşınım olmalıdır falan. Axı, ayağın yerdə deyil ki, sənin yoxundur ki. Sənin gəlirin yox, işin yox, gücün yox, filanın yox, bəhmanın yox. Sən eləyə bilməzsən ki, bunu haqlardan danışasan. Evlənməlisən, ərə getməlisən, nə bilim, azadlıq filan. Bunlar o zamandır ki, dövlətin ola. Sənin dövlətin olmayan yerdə hizbin ola bilmir. Dövlətin olmayan yerdə bancın olamır. Dövlətin olmayan yerdə sənin maliyyat idarən ola bilmir. Sənin dövlətin olmayan yerdə mədənləri özünü işlədə bilmirsən. Dövlətin olmayan yerdə sən eləyə bilmirsən ki, Urmu gölünü qoruyasan, sularını qoruyasan. Dövlətin olmayan yerdə hüquqi bəşəri icra eləmirlər. Dilin rəsmi olmur. Çünki dövlətin yoxdur. Tamam haqların qaynağı dövlətdir. Fərdi haqlar, mən diriyəm. Təbii ki, nədir olur? Diri qalacağım. Yəni, bunun nədir olmağı mühümdür. Sonunda da öləcəyəm. Onda nədir olmağı, nədir öləcəyimi seçməliyəm əslində. Nə üçün ölürəm, niyə ölürəm? Məsələn, bunun bir nə ərzişi var. Bəs əvvəl bu, bilək ki, haqlar nədir? Milli haqlar. Milli haqların ən başında gələn dövlət olmaq, dövlət sahibi olmaq, onun içində hakimiyyət. Bu milli haqqın dövlətin içində dil rəsmiliyi var, dostlarla gəlgit vardır, birlik olmaq var, düşmənlərdən ayrılıq olmaq var, silah sahibi olmaq var, ordu sahibi olmaq var, əmniyyəti qorumaq var, torpağı qorumaq var, torpaq milli qaynaqdır, su milli qaynaqlar, yeraltı qaynaqları milli haqlardır. Ondan sonra radyo, televizyonu olmaq, öz dilində dərs oxumaq, dilin rəsmi olacaq təbii ki, o da onların içindədir. Öz dilində işləmək, rifah. O günəcən ki, dönən bir amar gördüm, Sayın İbrahim Savalan yazmışdı, çox gözəl yazmışdı ki, məsələn, 20 il bundan qabaq Azərbaycan 27-ci rifah mərtəbəsində idi. Ya məsələn, məzərətsən, deməyək, o cür deməyək. Deyirdi, yazmışdı ki, bu maşın ki, İranda düzəldirlər, otomobil maşınlar, bunların qətələrinin %20-si, 27-si, məsələn, 20 il bundan qabaq Azərbaycanda düzəlirdi. İndi həman bu nümayəndələr ki, bu günləri kandid olanları da var içindən, bunların dövründə o 27 gəlib aşağı olub 7%. Yəni 20 il bundan qabaq ki, bunlar yox idilər, Azərbaycanın milli mənafeyi budur idi ki, İranda maşınlar ki, düzəlir, onun qətələrinin %27-si, 28-i Azərbaycan torpaqlarında düzəlirdi. Bunların mərhəmətindən, bunların lütfündən, bunların Azərbaycana çalışdığından o 27 arıqlayıb gəlib oldu 7%. Niyə? Çünki dövlət bizim deyil ki. Dövlətimiz olmadığı üçün bizim o mədənlər bizim deyil, o işlər bizim deyil. Bizim millətimiz fəqir qalmalıdır. Bunları biz biraz görməliyik. Onun üçün indi intixabat gəlir. İntixabatda dostlar, bizim vəzifəmiz təhrim eləməkdir. Çünki təhrim elədik, səsimiz eşidilir. İndi 2 dövrüdür biz təhrimi ciddi tutmuşuq, şəhərlərimizə 7%, 8% rəy veriblər. Yəni %92, 93, 94% rəy verməyibdir. Bu olubdur ki, deyirlər, şeyi gətiriblər, döşkür pezeşkiyanı gətiriblər, sağ olsun, hər halda bir türk insandır. Biz də türk insanların hər şəraitdə hamısından himayət edirik. Haqlarından. Əgər bizim milli haqlarımıza yaxın gəlsələr, şərti budur. Yoxsa hər türklə bizim işimiz yoxdur ki, türklər çox xain çıxıb içimizdən. Geçən yüzildə onlar iki gəliblər, dedim, indi xəyanətlərin birini dedim da, geçən Azərbaycanın fraksiyon içi deyirlər, ha türk.
Onun dövrəsində Azərbaycanın iqtisadı %20 cıqqıllaşıbdır. Əlbəttə %20 deməyək. İndi bunu baxın. Deyək ki, Azərbaycanın sadiratı, qətə sadiratı, teknoloji sadiratı, tolidi, sənəti tolidləri 27% idi. İranın kollunda 27%. Yəni kolle İran 73%, Azərbaycan isə 23%. Yəni Azərbaycan 100 bu göndürdüyü 100 idi da, özününki bu 100, bu 27 olar 100 bizim içimizdə. Deyək ki 100 bizim məsələn 1 milyard dollarlıq qətə sadir eləmişik. Yəni 100% ki göndərmişik, o belədir. Buna 100% deyərik öz içimizdə. İranın içində 27, öz içimizdə 100. İndi bu gəlib 7%-a. 100-dən yenib 7%-a. Nə qədər gəlib aşağıya dostlar? 93%. Hətta o cür deməyək. Deyək ki, tamam, məsələn, bölək deyək ki, 4 yerə bölsək, 4 yerə 28 elər, 4 dana 7 elər 28. 28 olsaydı əgər bizimki, onda deyək ki 20%, 25% gəlib 100-dən gəlib 25%. Yəni, yap belə məntiqi danışsaq da 23%. 22%. Məsələn, bura gəlib, çünki 7-dir. Yəni 100-dən yenibdi 22 bu nümayəndələrin dövrəsində. Bunun üçün biz bunu diqqət eləməliyik. Bunların dövrəsində Azərbaycan kiçilibdi iqtisadı, fəqirləşibdi. 100-dən yenibdi 22-yə, 23%-a. Bir belə biz fəqirləşmişik bu nümayəndələrin dövrəsində. Bu nümayəndələrin dövrəsində Urmugölü quruyubdi. Bunlar bir dana layihə aparmayıblar məclisə ki, gərək Urmugölü nəcat tapa. Gərək, baxın, layihə aparmayıblar məclisə ki, Süngün milli olmalıdır, Azərbaycan millisi olmalıdır. Süngünün tolidatı eşiyə getməməlidir, içəridə tolidə çevirməlidir, istehsal olmalıdır. Bu nümayəndələr, yəni Döşür Pezeşkiyanın dövrəsində biz özümüzü niyə toğuluruq? Axı, məsələn, türk olmaq, tamam, türkdür, tamam, amma bizim geçən 20 ildə, 24 ildə nümayəndə məclis olublar. Hangi layihəni aparıb məclisə, dövlətə deyə ki, sən Azərbaycanda misi, gümüşü, dəmiri, simanı, nə bilim, fulanı, bəhmanı, qızılı yığıb aparma, ayrı yerdə əritmə. Burada ərit, burada karxana qoy, burada simə çevir, bərqi siminə çevir, burada kompüter siminə çevir, burada qapqacağa çevir, burada şimşə çevir, burada bundan 1000 dana iş düzəlsin, minlər iş yaransın. Daşları buradan çıxadırlar, vururlar tireliyə, aparırlar Kirmanda, Simnanda elirlər, daş özümüzə satırlar. Hangi dövr? Bunlar əslində bir dana layihə, 20 ildə hətta insafəli hidayət, mən. Hətta bu 20 ildə 20 min dəfə demişəm ki, nümayəndə məclisin vəzifəsi budur, layihə apara məclisə. Dövlətə deyək ki, bunu 3 fəaliyyətlə gətirmişəm məclisə. Mənim Urmugölüm qurur, bunu nəcat verəcəksən. Hardan pul tapırsan tapır, ayrı yerdən kəs gətir, burada su gətir. 1 ilin içində, 2 ilin içində buranı doldurmalısın. Amma bunu deyə bilmir. Aparmayıblar. Karxanalarımız buradan köçüb gedibdir, götürüblər, aparıblar. Onlara bir layihə aparmayıb ki, Azərbaycana layihə aparmayıb dövlətə ki, o qədər ki, İsfahanda sərmayə qoyulur, o qədər Azərbaycanda qoyulmalıdır. Bir dənə layihə aparmayıb ki, sən bu ustanları ki ayrılmışsan, torpaqları ki Azərbaycandan ayrılmışsan, bunların hamısının adında bir Azərbaycan sözü olmalıdır. Bir dənə layihə aparacaqdır, aparmayıbdır. Deməyib ki, Azərbaycanlılar 35 milyon, 40 milyon, 50 milyon, hər neçə milyon adamlar, 2 milyon adamdırlar. Bu 2 milyonun özünün bancı olmalıdır, öz adına. Bunun pulunun verirsən nuzula, %40'ına, %30'una verirsən millətdən alırsan, dünən bir dana İranın radyo televizyonundan eşitdim mən bunu. Deyir ki, əgər 700 milyonluq bir evi alsaz 20 ilə, 2 milyard 400 milyon gərək qeytərif verəsiz. Yəni o mənfəət ki banca verəcəksiniz, bu deyirdi ki, 2 bərabərdən, pulun əslindən 2 bərabərdən çoxdur. 20 ildə. Tamam, bizim 20 ildə əgər 100 tümənimiz olsa 240 min tümən, 250 min tümən,
Böyük pul olar. Nədən bizim pulumuz getsin farslılara işləsin? İndi bizim 150 pulumuz farslılara işlir. 150 bizim pulumuz, sərvətimiz farslılara işlir. Bu nümayəndələr niyə aparmayıb? Pezeşkiyan ya o birisi niyə bu şeyi aparmayıblar ora? Layihələr aparmayıblar. Ki, o qədər ki, Şirazı tanıtdırırsınız dünyada turist gəlsin, o qədər də Azərbaycanı tanıtdıracaqsınız. Nədən bu işi görməyibdir? Görməyiblər. Çünki milli mənafe düşünmürlər. Onlar üçün milli mənafe farsların mənafiyidir. Acaba onlar deyiblər ki, aha, niyə tamam motor karxanaların, dəmir karxanaların, gümüş karxanaların, mis karxanaların, alüminium karxanaların, hər nə mənə karxanaların hamısı qoyursunuz İsfahanda, Şirazda, Yəzdə, Simnanda, Kirmanda. Niyə qoyursunuz ora? O qədər də burada sərmayə qoymalısınız Azərbaycanın torpaqlarında. Niyə bunu aparmayıblar? Məclisə layihə aparıydılar. Yəni bu dövlətə büdcəsi də yoxdur. Amma bunu aparmayıblar. Bizim niyə üçün milli haqqı düşünmürlər ki onlar? Onların nəzərində mən nümayəndə olum, bunun imkanlarından faydalanım, odur. Kim deyir ki, məsələn, Pezeşkiyan əslən şey eləmir, çox əli salim adamdır. Məsələn, nümayəndə məclis olasan, əlin salim ola imkansızdır. İranda. İranda. Vəzir olubdur. Bu vəzir olanda mən istəmirəm bunu xərablayam. Təbii ki, istəmirəm xərablayam. Yəni, əgər qərardır İranda bir rəis cumhur çıxsın, Türkün çıxması heç zatdan yaxçıdır. Bu şərtinə ki, çıxıb dedim, milli düşüncəsi olar. Milli düşüncəsi yoxdur. Pezeşkiyanın hangi milli düşüncəsi var? Məsələn, Türk dilinin rəsmi olmaq üçün dünənləri əvvəlin rəsmi bəyaniyəsi verib. Dünən nə danışırdı orada burada xəbərnigarlarla falan? Bunların hamısı dərdə dəyməzdi. Onlar atın aşkal qabiyə. Bir dənə adam ki, kandid olur, onun rəsmi danışıqları olar. Gələr deyər ki, mənim siyasətim bulardır. Bunun birincisi danışığı budur. Mən mənviyyat rəhbəri ilə siyasətlər işi oradadır, dəyişməyəcəkdir, həmanlar devam edəcək. Tamam, bunu nəyə göndəririk? Əhmədinecad bundan yaxçıydı. Əhmədinecad rəhbərin qabağında durdu, savaşda heç olmasa. 10 gün küstü getmədi. İstifayacan getdi. Bir dənə adam ki, deyir, mən rəhbər nə deyibdi, odur. Bərnaməyə Kəlan nə deyibdi? Bərnaməyə Kəlan deyibdi ki, bəsəndəki farsi uşaqlara icra olacaq. Məsələn. Yəni, Azərbaycan fəxirləşəcək. İndi 100-dən yenibdir 24-ə, 23-ə, 22-yə. Gələn 5 ildə olacaqdır, məsələn, 10. 100-dən fəxirləşəcəkdir. Azərbaycan keçən 100 ildə hər il fəxirləşibdir, amma ən çox fəxirlik keçən 24 ildə olubdur. Hətta Pəhləvi dövrünə görə biz daha çox fəxirləşmişik. Yəni, Pəhləvi dövrü ilə müqayisə eləsək ki, onlar da bizim ziddimizə idilər və biz deyirdik, bəlkə bu nümayəndələr bizdən təcrid edirlər. İndi baxsaq, şöyle ki, Pəhləvi dövrüncə bizim millətimizin gəliri əşaya gəlibdir. Kasıblığa əşaya gəlib, köçmək sayı çoxalıb. Bizim torpaqlarımızı bölürlər. Adın üstündən götürürlər. Heç kəs tanımır. Əsən bir dənə layihə aparsalar ki, Azərbaycanın adını qeytirəcəksiniz, Türkiyə adları qeytirəcəksiniz. Dövlətə hangi mali ağırlığı var? Mənə bir nəfər desin ki, ağırlığı var. Bizim dilimizin rəsmi olmasının dövlətə mali şey nədir? Tədrisi. Azərbaycanda tamam müəllimlər türk dərsini deyə bilərlər. Türk dilində dərs deyə bilərlər. Bunun şeyi yoxdur. Dəbiristanın axirinəcə, hətta danışıqda belə dərs deyə bilərlər. Bizim bir iddə insanlarımız da ki, milli hərəkətdə çalışan insanlarımız vardı ki, İranda profesorlardan çox dil bilirlər, farsı bilirlər, türkünü bilirlər, ədəbiyyatı bilirlər, tarixi bilirlər, şeiri bilirlər, musiqini bilirlər, hünəri bilirlər, siyasəti bilirlər. İranın profesorlarından çox farsları. Əslən bizim ehtiyacımız bu, dövlətin bunlara ehtiyacı yoxdur ki, mən müəllimim yoxdur, sən müəllimi icazə verirsən, biz sənə təmin edirik. Beləsi, yəni, layihə aparmayıblər. Bizim istəyimiz dostlar, bir də radikal olmalıyıq. Dedik, milli haqlar olmasa o birislər dərdi dəyməz.
Nə deyəcəkdim? Məsələn, Pezeşkiyan gəlibdi, danışıbdı. Əvvəl rəhbərin mənviyyatı ilə, yəni rəhbər bir var ağzı ilə deyə. Bir də biz fikir yaşın onun niyyəti budur, niyyəti. Mənviyyat yəni onun içindəkilər, niyyətləri. Onun niyyəti budur. Niyyəti budur ki, dünyaya nə savaşsın? Atom bombu düzətsin. Sən deyirsən, mən gedəcəm onu xidmət edeyim. İkincisində gəlibdi, Azəri sözü işlədibdi. Dünənəcən türk deyirdi, özüm türkəm, balalarım türkü danışır, xəbərnigarla danışıb onu deyibdi. Amma dünənlər rəsmi kağızda yazıbdı ki, Azərilər. Kürtlərə görə bir neçə cümlə yazıbdı, türklərə görə cümlə yazmayıbdı. Qəşqailəri gətirməyibdi. Türkçəmənləri gətirməyibdi. Türklərin dilini gətirməyibdi. Bu üçün mən neyniyəcəyəm bunları? Neden biz mesela gedək düşək bir adamın dalına pan-İranistdir əslində? Çünki sən mənim hələ indi feylən bir dənə rəsmi yazımda dedin Azəriha. Ha gedibdi Azərihanın adamları ilə müsahibə ilə durur çıxır. Bunlar hamısı cəngi rəvanidir. Buna görə ki sənə desin mən sizin yanınızdayım. Amma bizi toğlamağın yolu budur. Tarixdə biz bunu bilirik da. Belə bizim məhəllələrdə də bu işi görərlər. Mən bir yerdə işlirdim. Bu adam istirdi, uşağı bunun sözünə baxmırdı. Məmulən dədələrin sözünə uşaqlar biraz geçələndən sonra baxmazlar. 15, 16, 17, 18, 19, 20, 25, 26 yəcə məsələn. Baxmazlar sözlərinə. Bu gedirdi, onun yoldaşlarını çağırırdı uşağın. Onlara pul verirdi, aylıq verirdi. Mən o zaman fərmandarədə işlirdim. Göndərmişlər məni Vəliəzdə çörəkxanaya nazir olmuşdu. Onda çörək Kopeni olmuş. Kopeni deyildi əlbəttə, amma şeydi, məsələn, diqqət olsun, un yox idi filan bəhmə. Onun sahibi gəlirdi. Bir də orada maşini çörəkxana var idi o zaman, Vəliəzdə. Onun sahibi gedirdi, oğlanın yoldaşlarını gətirirdi. Biraz danışırdı, öz düşüncələrini deyirdi onlara. Sonra hərəsinin cibinə məsələn bir 10 min, 20 min, o zaman çox böyük puludur. O zaman məsələn, fərmandarədə işləyənin birinin hüququ ayda 12 min, 11 min, 10 min, belə idi. Ya çox olanda 4 min idi hududən. Əksəriyyətdə 4 min, 5 min idi. Onun cibinə bir 10 min, 20 min qoyurdu, deyirdi getcinən, sən bu işi gör. Onlar da gedilər o uşağı aparırdılar dədələri dediği yola. Bir belə elərlər. Bir də budur ki, məsələn, Türk-Fars savaşının indi Farslar bizdən çox salıblar. İndi intiqabata görə. O pan-türkçülük, o filandır. Bunların hamısı budur ki, onlar gedək rəy verək. Məşruiyyət verək o rejimə. Dostlar, indi baxın, gələk radikalizmi danışaq, onu sonra danışaq. Bizim dünyanəcən şuarlarımız nə idi, istəklərimiz nə idi millət olaraq? Mən bunu 2-3 il buna baxacağım, biz radikallaşmalıyıq. Yəni ki, hər mərhələdə bizim istəyimiz yetişir üstə, istaf edirik, dururuq, hərəkət eləmirik. Bizim millətimizin istəkləri ana dilin rəsmi olması idi bir müddət. Onu ki, çox da məşhur elədik, futbolda dedik, orada burada dedik, hərəkət dayandı. Çünki bundan üstə aparmarıq axı. İstəyi, əgər özünün istəkləri üstə aparmasan, gedən hərəkət olmaz ki. Dayanar da. O da, əgər su da bir yerdə qalsa, hər nə ki bir yerdə qalan ləcən olar. İstəyəsən ki, hərəkət ola camiədə, gərək istəklərin mərhələsi gedir üstə. Nə eləməlisən? Deməli, radikallaşmalısın. Nə cür radikallaşmalısın? Dünənəcən ana dilinin oxunmasını istirdik. İndi İranın başa-başında rəsmi olması söhbət olmalıdır. Ya əgər Pezeşkiyan deyir, ya hər kəs desə ki, türkü dilinin rəsmi olmasın, baxın bunu aparar radio televiziyonda, hətta mətrəh eləyər, ona rəy verir. Hər kəs desə ki, Azərbaycan adları qeyd-etməlidir. Rəy verir. Çünki biz bunu gərək aparaq ora. Yəni hərəkət gərək ora. Hər kəs desə ki, Azərbaycan dili gərək idarələrdə rəsmi dil olaraq işlənə. Bu da bir gözəl işdir. Addımla, bizim nəfimizə heç olmasa bir argüment, bir dənə bəhsi aparır bir yuxarı səviyyə. Amma onlar aparmasalar da biz aparmalıyıq. Hə, fürsət, baxın dostlar deyirlər ki, Pezeşkiyan bizə mətrəh deyil. Biz Pezeşkiyanın rəy verib verməməyi bizə önəmli deyil. Mənim yazıma bu cür cavablar gəlir.
Biz bu fürsətdən istifadə eləməliyik, traktora tay. Bizə traktor hədəf deyil. O şüarlar ki, orada veririk, o istəklər ki, veririk, o hədəfdir. Doğrudur. Mən də bundan razıyam. Hər fürsət ki, İranda əlimizə keçir, orada biz milli hərəkəti, istəkləri, millətimizin milli mənafiyi üstə gətirməliyik. Biz buradan bir kiçik mənafiydən yapışmışdıq. İndi biz bunu milli mənafilərdən yapışmalıyıq. Bizim dilimiz ən əşası, baxın, yap əşağı indi şeylər, bizim hərəkətimiz bura getməlidir. Bizim hərəkət Türk dilinin rəsmi olması, Azərbaycan federal, əgər İran içində indiki Cumhur İslamidə danışırıq, ha, mən istiqlalçıyam, istiqlal istəyirəm. Amma İran içində indiki vardı, əgər istəyirik bir dənə bəhsi aparaq, gərək yox, biz əlon federal istəyirik. Azərbaycanın adları və ustanları qeydməlidir. Azərbaycanın torpaqları Qacar dövrünün sonunda belə Məhəmməd Rıza Şah dediklərinin dövründə olan mərzilər qeydməlidir Azərbaycana. Biz söyləmi bura aparmalıyıq. Bizim bancımız olmalıdır. Bizim Azərbaycan mehvərli, Türk mehvərli partilərimiz olmalıdır içəridə. Çünki sizin partiniz olmasa, içəridə azad, qanuni partiləriniz olmasa, bancınız olmasa, maliyyat idarəsi olmasa, təhqiqat idarəsi olmasa, amuzüş pərvərişiniz olmasa, danışgahınız olmasa, radyoz olmasa, televizyonunuz olmasa, ruznamələriniz olmasa, məcəllələriniz olmasa, türk dilində rəsmi və ədəbi gözəl bildirilir. Fazəri dildə yox. Fasəri dildə yox. Olmasa siz əslən demokrasidən, azadlıqdan, bunlar hamısı heç havadır. Bunun üçün dostlar, biz mərhələni keçirməliyik. Milli hərəkət keçən neçə ildir biraz duraq görsənir. Onun üçün də insanlar milli hərəkətinizə bir-biri ilə savaşır. Niyə? Çünki taza bir şey yoxdur, onun üstündə enerji qoyarlar. Enerjini qoyublar bir-birlərinin xunsa eləməyə. Milli hərəkətdə biz nə yaratmalıyıq? Düşüncə. Ya da mövcud düşüncələri bir pillə üstə götürməliyik. İntixabat bizə bu fürsət verir ki, bu düşüncələri bir pillə üstə çıxadaq. Biz türk dilinin rəsmiyyətini istəyirik. Azərbaycanın torpaqlarının Qacar dövründəki torpaqlar ki, Azərbaycan hesab olur, onların Azərbaycana qeydməsin, türk dillərinin adlarını qeydməsin, Türkçü və Azərbaycan mehvərli əsaslı partilər, hizbilərin yaranması, radyo, televizyon, ruznamələrin hamısı türk dilində, tamamən türk dilində və gözəl türk dilində, ədəbi türk dilində çıxması, bunları istəyəcəksiniz. Türk dili idari dil olmanı istəyəcəksiniz. Azərbaycanın ekonomisi, sərmayə ki Azərbaycanda qoyulur, İsfahan qədər qoyulmalıdır. Bunu deyəcəksiniz, bunu istəyəcəksiniz. Yəni, biz iqtisaddan niyə danışmırıq? Niyə istəyimizi üstə aparmırıq? Bizim istəklərimiz indi keçən 20 ildə təqribən sakit beləsi qalıb, elə bu səviyyədədir. Bunu aparacaqsan üstə ki, özümüzün içimizdə də potansiyellərimiz bir-biri ilə savaşmasın, bir-biri ilə birləşsin ki, çünki hamı rəqabət eləsin ki, aha, mən federalizmdən də biraz çox istəyirəm. Mən filan federalizm istəyirəm. Müstəqil, 10 cürə federalizm var, dünyada yüzlərlə cürə federalizm vardır. Onların bir neçəsi İranda mətrəh olubdur. Hərə birindən yapışsın, birindən danışsın. Aparsın üstə. Təbii ki, bunlar bizim, baxın, biz istiqlalçılar onlardan himayət eləyəcəyik. Çünki onlar addımdılar bizim üçün. Haqqı təyini sərnevişdən danışın. Qanun əsasını millətlərin vaqi'i nümayəndələri və bugünkü durumda yazılsın, danışın. Təbii ki, bunları indi danışın. İndi məclisdə bunu bəhanə edəcəksiniz. Pezeşkiyanı, Cəlilini, gedin əslən Cəlilinin şeydə danışın. Mənə əslən Pezeşkiyanın yanında danışmağın ərzişini bilmirəm. Gedin Cəlilinin, gedin o birisinin, bu birisinin, indi onların adlarını da bilmirəm. Əlbəttə, baxıb tapa bilirəm ki, adları nədir. Yəni, çox da çətin bir şey deyil. Hamı bilir, 6 nəfərdirlər. Həmişə də bu olubdur. Baxın, indi bunu da deyərəm xidmətinizə. Yazın burada. İstəmirəm o fikirə gəlsin şey olsun, ona görə yazıram. Baxın,
Biz qoftumani, farsca deyirik bunu. Bizim millətimizin istəkləri qabaqçı vəziyyətin çıxsın. Milli qoftuman gərək radikallaşa. Üstə gedə. Özün qovuzuya üstə. İndi deyək ki, milli hərəkət dediyimizin düşüncələri, istəkləri 3 yaşında, 4 yaşında uşaqdır. Bu gərək heç olmasa indi gərək yetişə bir neçəyə 13-15-ə. Qozuyaq, intixabat bizə bu fürsətdir ki, bu uşaq 3-4 yaşındakı uşaq ki var idi, ana dilində danışsın, yazsın, oxusun. Bu getməlidir, burası desin, mənim dövlətim qurmalıyam. Heç olmasa iyalətimdə, Azərbaycan iyalətində. Azərbaycan iyalətinin sərhədləri haradır? Bunu istəməlidir. Bir 2 ildən sonra, 4 ildən sonra deyər ki, mən evlənməliyəm, mən ev qurmalıyam, mən özüm öz dövlətimi yaratmalıyam, mən istəyirəm müstəqil olam. Amma o 2 il, 3 il sonra o milli hərəkətin içində bir hərəkət yaradır. Milli hərəkətdə potansiyellər, güclər bir-birini xunsa eləməyə gəlməz. Dövlət bizi yıxmağa, biz yaradıcı olarıq. İndi dövlət bizi kontrol edir. Biz yaradıcı olsaq dövlət bizi kontrol eləyə bilməz. Yəni bu günləri intixabatdır, bu bəhslərə aparaq qabağa. Mən burada yazım ki, yadımdan çıxmasın. Nə mənədir? Banki milli türklərin banki millisi. Azərbaycanlıların banki millisi. Bankçıları. Türklərin hizbiləri, əhzab. Türk mərkəzli, bunlar bizim istəyimiz olsun. Buradan bir dənə layihə aparmayıb, məclisə gəlir ki, Azərbaycanlılara niyə siz Azərbaycan mehvərli əsaslı hizb icazəsi vermişsiniz? Türk mərkəzli, Türk düşüncəli hizblərə niyə icazə vermişsiniz? Niyə bizim siyasilərimiz 15 il, 20 il bir dənə hizb, yeni cəmiyyət insanları 15 il qaldılar zindanda? Bu nümayəndələrin də önündə qaldılar. Amma biz bu bəhsə aparmalıyıq. Biz bu bəhsə aparmalıyıq. Ki bizim milli partilərimiz, hizblərimiz olmalıdır. Bu bəhsləri indi yaratmalıyıq. İndi mövqeyidir. Bizim rəsanələrimiz türkcə Azərbaycanlı olmalıdırlar. Türkçə Azərbaycanlı olmalıdır. Radiolar, televizyonlar, Qəşqailərinki, türkçəmələrci olmalıdır. Fars orada gəlməlidir. Fars ədəbiyyatı, Fars düşüncəsi, Fars şeyi orada olmamalıdır. Yazısı, sözü orada olmamalıdır. Biz bunları indi aparmalıyıq ora. Milli rəsanələr, 24 saatlıq radio televizyonlarımız. Və Farsdan İraq, Fars sözü orada işlənməyəcəkdir. İndi radio televizyonlarda ki, Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda, hər yerdə vardı. Hamısında şərt budur ki, farsı kəlmələri işlədənlər və hətta fars danışanlar gəlsinlər orada türkçü danışırlar. Çünki taza bir türkçü yaratmaq çalışırlar. Tamam, bu da rəsanələr. Hizbiləri dedik, banki millini dedik. O qədər ki, İsfahanda, Kirmanda, Yəzdə, Kaşanda, Simnanda sərmayə qoyulur. O iyalətlərin cəmiyyətinin hamısı Azərbaycandan azdır. Azərbaycan torpaqlarında da o qədər sərmayə qoyulsun. Mali sərmayələr qoyulsun. Federal dövlət. Federal dövləti də istəyək. Niyə istəməyək? Deyək ki, bizim bu mərhələdə federal dövlət lazımdır. Yəni, içəridə olanlara bu imkan var. Siz ki, içəridəsiz federal dövlətdən danışın. İstiqlaldan danışın. Azərbaycanın torpaq sərhədləri, Qacar dövrünə. Vətən mənası. Vətənin tarixi sərhədləri. Bunları biz orada radikal dediyimiz bunlardır. Milli hərəkətin taza bir hədəfləri dünənəcən 30 metrə ox atırdıq. İndi oranı vururuq, etmişik. İndi də o qədər vurmuşuq da bir-birimizə çönürük, atırıq oxları. İndi bunu aparaq 100 metrə. 100 metrə vuraq.
Mənim dediyim budur. Bizim dediyimiz budur. Ha, intixabat vardı. Hər nə məclis olsun, şura olsun, riyasət cumhuru olsun, xobregan olsun, hər nə olur olsun. Bunlarda biz bu düşüncələri aparmalıyıq ora. Ha, indi Pezeşkiyandan niyə ötürü danışırıq? Pezeşkiyan hər halda deyir, mən türkəm, uşaqların türkü danışır, sağ olsun. Deyir ki, Azərbaycan dalıya qalıb, sağ olsun. Bunlar deyir, bəzi şeylər deyir. Gedək Cəlilinin Tehranda, burada, tamam şəhərlərdə. Tamam şəhərlərdə. Gedək Cəlilinin, qoy mən burada yazım, bunların adları gəlsin. Tamam. Adlar da tapıldı. Ya bir an klikə bənzər, bağlıdır da bir şey, ciddi bir şey değil ki, deyək ki, burada olar olmaz. O çox da belə önemli bir şey değil. Biri rəisi məclisdir, Qalibov. Gedək bunun şeylərinə, sitatlarına, yazılarımızı da aparaq. 10 nəfər, 15 nəfər duraq gedək ora. Bizim ağa istəklərimiz budur. Qalibovla görüşməliyik. Bizim istəklərimiz bunlardır. Və bunu istəyək. Radikal. Baxın, biz əmələn xərc veririk, həzinə veririk da, zindana gedirik. Gedək bunu da istəyək. Ya zindana gedərək millətimiz üçün, haqlarımız üçün, milli haqlarımız üçün. Biz indi falan milli haqlardan çox danışmırıq ki. Gedək Cəlilinin stadına. Gedək, nədir o, Əli Rıza Zakaninin stadına. Gedək o Haşimiye Qazizadənin stadına. Gedək o Mallanın stadına. Gedək deyək ki, onun adı nədir? Müstəfa Pur Məhəmmədi. Gedək bunun stadına. Deyək ki, ağa, bizim istəklərimiz bunlardır. Onları məcbur eləyək, sən burada bir bəyaniyyə verəcəksən, bizim bu haqlarımıza görə danışacaqsan. Verəcəksən, bizə deyəcəksən ki, nə istəyirsən. Bunu daşıyaq ora. Əgər istəyirik, şüarlarımızı, milli istəklərimizi mətrəh eləyək, dostlar. Bəli, bəli. Əgər baxın, ya gərək deyək, təhrim eləyirik. Baxın, biz təhrim eləyirik. Mən istiqlalçıyam və mənim siyasətim təhrimdir. Mənim nəzərimə ən böyük və uca səs təhrimdir. Yəni o zaman ki təhrim edirsiniz, keçən dəfə getmədi səndiqa, %7 getdi. İndi dövlət gəlib ki, baxın özü də farslardır, hamısı salıblar Türk savaşı, Türk-Fars savaşını istirlər yekəldilər, siz gedib rəy verəsiniz. Bu sonra qutaracaq, 8 gündən sonra qutarır. Amma bir də var ki, siz bunu radikallaşdırasınız istəkləri, qoymayasınız dövlət bizi kontrol eləsin, bizi desin, kanalizə eləsin. Biz özümüz deyək ki, tamam, bizim istəklərimiz budur, dururuq, gedək, elə bir qrup, 15 nəfər, 20 nəfər, hər şəhərdə. Tehranda, Kərəcdə, İsfahanda, Şirazda, Kaşanda, Azərbaycan torpaqlarında, hər yerdə. Gedək şeyə, deyək ki, ağa, kandiklərə, bizim istəyimiz bunlardır. Qəşqailin özünün bancı olmalıdır. Özünün 24 saat radyo televizyonu olmalıdır, ruznamələri olmalıdır, Türkçə, xalis Türkçə. Geçən 100 ildə Qəşqai dilinə, Qəşqai Türkçəsinə nə qədər farsı gediblər, bu çıxacaq eşiyə. Bancımız olacaq, hizbimiz olsun, Qəşqainin özünün hizbi olmalıdır. Qəşqainin özünün torpaqları 7 ustandə dostlar deyirlər bölünübdür. Birləşməli və tarixi Türk torpağı olduğu, orada Şiraz adında, İsfahan, Fars adında bir iyalət yoxdur 100 il bundan qabaq. 100 il bundan qabaq Fars adında bir iyalət yoxdur. Qəşqai var. Türkəmən var. Gedəcəksən, onlara deyəcəksən, tamam, biz bunları istəyirik. Qoftiman-ı Türklərin istəyi İndi hədd-əqəllidir. 30 ildə hədd-əqəllidir qalıbdır. 20 ildə, geçən 20 ildə elə onda qalıbdır ki, 20 il bundan qabaq idi. 20 ildə heç zat değişmir. Biz bunu değişdirməliyik. Bunun adına radikalizm deyək. İndilik. Türk hər gün radikallaşmalıdır.
Buna deyirəm, ha, mən radikalizm buna deyirəm. Hər gün radikallaşmalıdır. Hər gün daha bir üstün istək istəməlidir. İnsanlarımızın teori düşüncəsini, istək düşüncəsini yuxarmalıyıq. Biz günü-gündən iqtisadımız kimi kiçilməməliyik, arıqlamamalıyıq. Biz günü-gündən kökəlməliyik, yekəlməliyik, boy atmalıyıq. Biz ekonomi olaraq, iqtisad olaraq, gəlir olaraq, sərmayə məmləkətimizə, torpaqlarımıza gəlmək də gərək kökələk, yekələk. Həm də istəklərimiz, milli istəklərimiz də yekəlməliyik. Azərbaycanın tarixi sərhədlərini, türklərin tarixi sərhədlərini istəməliyik. Radio televizyonu dedik, federal sistemi dedik, əhzabı dedik, bancı millilərimizi dedik. Kitabxana millimiz var idi, adını çevirdilər elədilər mərkəzi. Hər millətin özü bir millətdir. Bunu bizim millət olmağımızı, baxın, millət türkü gərək istəyək. Sən niyə mənə Azəri dedin, ağay Pezişkiyan? Ağay Cəlili, sən mənə niyə dedin ki, ağay Qalibov, sən mənə niyə dedin Azəri? Sən Cənab-ı Haşimi, Cənab-ı Mustafa Fur Məhəmmədi, Cənab-ı Zakani, sən mənə niyə deyirsən Azəri? Sən niyə demirsən milləti türk? Bu bizim müşkülümüzdür dostlar. Bizim müşkülümüz bunlardır. Bizim yarattığımız siyasi terminler 20 ildir değişmiyor. Bunun üstüne birbirimizin canlılığımıza düşürük. Bu ona yaman deyir, o buna yaman deyir, bu o liderdir, bu deyir. Hamımız lider, hamımız lider. Ne olacak mesela? İndi lider olduk bile ne olacaktı? Falancası da deyir mən liderim, Həsən də deyir liderim, o da deyir liderim, o da deyir liderim. Hangi lidersən, nə mənə yaradırsan? Mizin üstüne nə qoymusan? Bir alternatif koymuşsan bizim üstüne. Geçen 30 ildeki sözü hamımız qarqur verilir. Gəvişirik. Gəvişəməməliyik. Taza bir şey. Radikallaşmalıyıq. Yani her gün taza bir şey. Əsl siyasi seçimler niye olar? Dövlət. Dostlar, bakın dostlar. İntixabat, riyasət cumhuru ya məclis niye olar? 4 ildən 4 ilə ya 5 ildən 5 ildə. Buna görə ki, taza söz gətirəsən. Çünkü o 4 ildə də geçti onu dövrəsən. 20 ildə, 30 ildə biz elə həman sözü deyirik. Rəhmətli Çehriqani dövründən ki istirdi kandid olsun məclisə Ənsari filandan o dövrədən, o rəhmətliğin dövrəsindən o rəhmətliq indi ayrı bir adamdır Çehriqani cənabları. O dövrdən biz şu arın üstündə dayanmışıq. Radikallaşmamışıq. Hər dövrədə, hər 4 ildə siyasət değişir. Məclis üçün değişir. Siyasetler, istəklər değişir. Tamam dövlətlərdə. Bizimkinde değişmir. Bunun için adını koyuyorum radikalizm olmalıdır. Radikal olmalıyıq. Farsça desək tondro olmalıyıq. Türkçe desək öncül olmalı. Öncül olmalı. İndi intixabat bizim için bir fürsətdir. Hər intixabat, hər bir vəziyyət, bohrani, qeyri-bohrani bizim üçün fürsətdir. O fürsətdən istifadə edib öz istəklərimizi siyasətin içinə, qoftumanların içinə daşımalıyıq. Birincisi bu. İndi niyə hamı yapışıb Pezişkiyandan? Baxın, mən niyə deyirəm təbliğatlı, intixabatlı, təbliğatlı fürsətdən istifadə eləmirik? Çünki hamı Pezişkiyandan yapışıb. Deyək ki, o birislərə demişik. Burada 6 siyasətmədar var əlan. İran qəbul elədiği 6 siyasətmədar var. Niyə biz birindən yapışmışıq? Müşkül budur. Çünki istəyirik o təbliğ eləyək. Bunlar ki fəqət Pezişkiyandan danışırlar, o birislərdən danışmırlar. Bunların heç birisi milli deyil. Milli düşüncələri yoxdur. Beyinləri kiçikdir. Beyinləri shrink olubdur, qıqqıllaşıbdır. Beyni böyük olsa, deyər ki, burada hər halda mənim millətimin nümayəndəsi ki, dövlətə getməyəcəkdir. Mənim milli mənafiyimi müdafiə eləyən birisi yoxdur bu 6 nəfərin içində. Amma mən öz danışığımı radikallaşdırım, aparım bunların 6'sının da içinə. 6'sının da sitatlarında, hər ustandə və hər şəhərdə. Fars ustanlarında da, Türk ustanlarında da, Kürt ustanlarında da, Lor ustanlarında da, Ərəb ustanlarında da, Bəluç ustanlarında, hər yerdə ki bunların sitatları var və mərkəzlərində ki Tehrandadır, bunları aparım orada. Mənim qoftumanım orada olsun. Onlar milyardılar dolar, bunların hərəsi milyardılar tümən.
1000 milyard, 200 min milyard, 300 min milyard bunlar pul xərcləyəcəklər ki, hər kəsənin öz tərəfi çıxsın. İnanın burada bunlar 6 nəfər deyirlər. Heç olmasa 600 min milyard dolar pul xərcləyəcəklər ki, bunlar çıxsınlar. Yəni böyük bir pul xərcləyəcəklər. Niyə bunların birazı bizim şeyimizə sərf olmasın? Niyə fəqət pezeşkilərin üstündə qoyaq, məsələn, deyək 1 milyardlıq bizə sərf elədilər? Niyə məsələn getməyək onların hərəsi 1 milyard xərcləyirsə 6 milyard dolar? Bir var ki, burada gedək. İkinci, o birisi çıxdı. Deyək ki, dövlətin, deyək ki, Xameneyinin, deyək ki, siyasətlərin, deyək ki, sipahpasların, deyək ki, idarə ettilatın, deyək ki, o gizli dövlətin, gizli təşkilatların iradəsi budur ki, türklərə bir şey verəcəklər. Nədən bunların altısından da gedib istəməyək? Əgər siyasisiz, təhrim eləmirsən, eləmə. Amma niyə bir kandiddən yapışmısan? Get hər 6 kandidlə də danış. Hər 6 kandidat edən bizim istəklərimiz budur. Bizə gərək pan-türk olmalı, yox. Biz gərək düşmənimizlə belə deməli ki, məni rəsmiyyətə tanımalısan. Sən mənlə müzakirə eləmə. Mənim əgər rəyimi istəyirsən, mənim istəklərimi deyəcəksən, deyəcəksən, mənə təhvil verəcəksən, bunları icra eləyəcəkəm. Olmaz Ruhani gəldi dedi ya, o birisi dedi ki, birinci gündə biz Urmuc gölünü danışacağıq, 8 il bizi oynatdılar, heç də olmadı. Biz bunları getirmişik başımızda. Müsəlman bir dəfə toğlanlar, 2 dəfə toğlanlar, ondan sonra ahmaqlığa geçibdi. Bizimki indi 44 ildir biz toğlanlar, biz ahmaqlıqdan geçmişik. 4-5 nəfər danışır, onları da vururlar ağzına, sən danışma. Ya pul alıblar, bunlar xaindirlər, təbliğat edirlər. 2 cürə pul alıblar. Dostlar, baxın. Ya Pezeşkiyanın tərəfindən pul alıblar, təbliğ edirlər onu. Ya da İran dövlətinin bir büdcəsi var intixabata. Oradan pul alıblar, təbliğ edirlər intixabata. Bizim nəzərimiz budur təhrim. Amma əgər təhrim eləmirsən, məcbursan, rəy verəsən, qorxursan ki, rəy verməsən sənə bir müşkil çıxa, getgilən Pezeşkiyana. Təbii ki, bunu deyərəm. Yəni, sənin şəraitin dərk edirik. Dərk eləmirik deyil. Birinci tövsiyəmiz budur. İstəyimiz budur, təhrim eləyin, rəy verməyin. Çünki bu səs daha gür çıxır. Daha çox eşidilir. Dövlət deyir ki, bunlar 7% rəy vermişdir. Dünyada bildi, bunlar 7% rəy veriblər. Bunlar nə istəyirlər ki, 93% mənə rəy vermədi. Bu 93% çox səsi ucadı da o 3 dənə nümayəndə ki, Kürdistandan çıxdı, Urmiyədən çıxdı, Kürd nümayəndə ki, Urmiyədən çıxdı. Onun ərzişi yoxdur. Onun ərzişi əsla yoxdur. Çünki Türk də çıxsa, Kürd də çıxsa, gedəcək orada dövlətin siyasətini aparar, Fars dövlətini. Onların heç birisinin təsiri yoxdur. 4 dənə Kürd orada oynasın, biz də oynuruq hər yerdə. O oynamaqla şey olmaz. 4 dənə Kürd Urmiyədə oynayıblar, nə olsun? Bizim Kürd vətəndaşlarımızdılar. Biz dövlətimizi quraq, onlar da orada çəlman oynasınlar. Paltarlarını, gen şalvarlarını geçsinlər, oynasınlar. Bizim dövlətimizdə geçsinlər. Bizim bayrağımızın altında, bizim hegemonimizin altında, siyasi hegemonimizin altında. Onların biz Kürdlə düşmən deyilik ki. Kürd bizim vətəndaşımız ola bilər. Terör götürməsin, silah götürməsin, qutuldu getdi. Ondan sonra gəlsin, hey desin ki, Urmiyə Kürdistanə. Urmiyəni mən özüm idarə eləyəndən sonra Urmiyə Kürdistanə onun demağından heç olmaz. Amma o zaman ki, Azərbaycan vətəndaşlığını qəbul elədi ki, mən Azərbaycan vətəndaşıyım, onda Urmiyə Kürdistanə də deyə bilməz. Çünki Kürdistan adında bir şey biz rəsmiyyətə tanımırıq. Mən Kürdistan adında bir dövlət rəsmiyyətə tanımırım. Qutuldu getdi. Kürd adında millət ola bilər. Amma Kürd adında, Kürdistan adında bir dövlət yoxdur. Qəbul eləmir. Türkiyə də qəbul eləmir. Azərbaycan da qəbul eləmir. Qutuldu getdi. Teröristan dedir Türkiyə rəis cumhuru. Mənim də doğrudan sevdiyim kəlmədir. Teröristan ayrı bir şeydir. İndi 4 dənə teröristin nümayəndəsi gəlsin, 4 dənə deyirəm terörist, 4 dənə Kürd gəlsinlər Urmiyədə, hey oynasınlar ki, biz 4 dənə nümayəndə göndərdik. Sən nəyə göndərdin məclisə məsələn? Nəyə niyəcəkdir? Heç iş görə bilməzlər nümayəndələr. Mən misallarım vurdum, bütün çox misalım vurmuşam da bunu uzatmayayım. Aleyküm selam dostlar, çox sağ olun, var olun. Ondan sonra biz bəs radikallaşmalıyıq, tamam kandidlərə getməliyik, millətimizə də deməliyik.
Biz siyasi söhbətlərimizi, qavramlarımızı daşırıq siyasətdə. Siz rəy verərsiniz, verin, verməz, vermən. İçəridə siz bunu deyə bilərsiniz. Bir-birinizlə danışın, o rəy verməyin. Gedin danışın. Siyasi belə olmalıdır. Siyasətmədar gedər danışar, müzakirədə dalda da adamlarına qeyri-müstəqim, yəni məsələn mən getmişəm müzakirə edirəm, məsələn Cəlilinin ofisində, Cəliliylə gəlirəm işdə yoldaşlarımıza deyim, biz bundan danışırıq, amma siz yayın ki, biz türklərə rəy verməyəcəyik. Siyasətmədarın işi budur. Siyasətmədarın işi budur ki, fişar gətirə, əhram fişardan istifadə edir. Mənim rəyimi istəyirsən budur, müzakirə dalda da deyir ki, rəy vermə. Elə mən deyirəm, amma yoldaşıma deyirəm ki, biz rəy verməyəcək, siz gedin deyin rəy verməyin. Amma mənim tərəfimdən deyin ki, İnsaf Əli bunu dedi. Siyasətmədar budur. Bu dünyada, İranda xüsusən siyasət budur. O, siyasətin əbzarıdır. Siyasətin bəzi vaxtlar silah, tüfəng əbzarıdır. Bəzi vaxtlar bu cür rəftar. Gedir müzakirə edir, o tərəfdən də içəridə özünə deyir ki, biz rəy verməyəcəyik. Gətir nə şaya. Biz pəyamımızı, biz siyasi istəklərimizi apardıq, yetirdik onlara, amma rəy verməyəcəyik. Onlar görəcəklər ki, bununla belə ki, bizlə müzakirə elədilər, çünki əməl eləməyiblər. Biz onlara inanmırıq. Keçən 100 ildə biz onlara inanmırıq. İnandığımız zamanlarda bizi gəliblər qətliam ediblər. Biz inanmırıq. Onlar əməl elədi. Ən sonu budur da, 8 il Ruhani gəldi, Urmuc ölünü abad eləyəcək, heç iş görmədi. Biz geçən 20 ildə iqtisadımız %75 arıqlayıbdır. Yığışıbdır, kiçikləşibdir. İqtisadımız fəqət şeydə otomobil, maşın qətələrində %75 azalıb. 75 yox, 78 azalıbdır. Cıqqıllaşıbdır. Ekonomimiz, iqtisadımız. Yəni rifahımız belə azalıbdır. Belə məcbur olmuşuq vətənimizdən köçək. Belə kasıblamışıq. Belə insanlarımız çətin şəraitdə yaşayırlar. Özlərini öldürürlər, filan edirlər, bəhman edirlər. Biz bunları danışmalıyıq. Pəs fürsət əgər deyirik, intixabat fürsətindən istifadə edirik, pezeşkiyana mütəmərciz olmamalıyıq. Siyasətdə fəqət pezeşkiyan deyil. Siyasətdə 6 dana da var. 6 dananın 24 Rüstanda 24 dana istifadə mərkəzisi var. Ondan sonra da 1000 neçə 100 dana da şəhərlərdə istifadə mərkəzisi var. Biz onlara getməliyik. Onların hamısında bizim huzurumuz olmalıdır. Özümüzə iş eləməliyik. Milli fəalın işi odur. Bu 10 günü, 15 günü işin tətil eləyəcəkdir. 10 milyon, 20 milyon, 50 milyon gəliri ki var, onu zərər eləyəcək. Amma milli hərəkətin, Azərbaycanın, türklərin istəyin, məsələn, 10.000 dana siyasətdə işləyən, ciddi işləyən adamların qulağına getirəcək. Onların düşüncələrini değiştirməyə çalışacaq. İstəklərimizi radikalizə eləyib qoymalıyıq onların mizinin üstünə. Bu fərqi var. Bu ki biz deyək, intixabata təbliğ edirik. Bir də deyək, yox, fürsətdən istifadə edirik. Bunun fərqi var. Biz təhrim əsas tutmalıyıq. Amma siyasi müzakirələri aparmalıyıq. Yəni, 2 mərhələyi strateji. Bizim ağsaqqallarımız, düşünürlərimiz gərək biraz radikallaşalar. İndi çoxlu ciddi məsələlər içəridə yazılır. Niyə daha bundan ciddisi yazılmasın? Xüsusən intixabat ərsəsində. Dünənəcən xanımları tuturdular. Baş açıq, tük açıq, bizə əyağı, ora burası görsən tuturdular. İndi baş açıq kandidlərlə əks alırlar, polislə əks alır. Həmin polisi dünən vururdu, tuturdu, bu günlər əks alır, qoyurura. Niyə? Çünki onlara da siyasət bir dana silah həvəzinədir. O deyir, ağa, mənim məşruiyyətimi qazandır mənə. Dünyada mənim məşruiyyətim yedib ki, bunların məşruiyyəti 7%'dir. Sən bunu qavza 20'yə, 30'a, 40'a, deyək ki, Pezeşkiyanla şeyin davasını salaq. Filan kəs durub orada bir dana panfars Pezeşkiyana söyüş verir. Ki, nə olsun? Biz həyəcana gələk, türklükdən gedək. Təbii ki, baxın, bunu mən inanıram. Biz Türkün haqqına, haqq olmamağına baxmalıyıq. Biz Türkdən himayət eləməliyik.
Bu mənim istəyim. Kimin qabağında? Farsın, Kürdün, Lorun, Şumalinin, Farsın. Bunların qabağında biz bir-birimizdən himayət eləmək deməli, soruşmamalıyıq ki, sən haqsən, nahaqsən. Sən türksən, haqsən. Qutuldu getdi. Çünki dedik, haqq nədir? Haqq zordur, gücdür. Sənin gücün olsa haqsan, gücün olmasa haqq deyilsən. Gücün olacaq. Güc də iki cürədir. Bir budur ki, bıçaqdır, dəmirdir, güllədir, tancıdır, tüfəngdir, bombudur, təyyarədir, bunlar gücdür. Bir də siyasətdə zirəng olmaq gücdür. Farslar burada çox güclüdür. Burada Farslar bombalarından güclüdürlər, təyyaralarından güclüdürlər. Başarırlar rahatca bizi oynadılar və biz oynuruq. 44 ildə oynuruq, onlar oyun. Elə həman oyunu yenə oynadılar. Baxın, Xatəmi dövründə bizi oynatdılar, oynadıq. Əhmədinəcad dövlətində oynadılar, oynadıq. İki cümlə türkü danışırlar, bizi minirlər. Minik veririk. Mir Hüseyin dövrəsində istədi gəlsin. Bizi də o iki kəlmə mən gəlmişəm vətənimə. Gəlmişəm, sən hardaydın, niyə gəlmişsən vətənimə? İndiyəcən vətənə neynəmisən? Hangi yazını vətənə yazmısan? Hangi milli haqlardan difa eləmisən? Soruşmalıyıq bunu. Can Pezişkan, hangi milli haqdan danışmısan? Cəlili, Qalibov, Haşimi, Zakani, Pur Məhəmmədi. Sən Azərbaycan hangi milli haqları nələrdir? Siz soruşaq da, ağa mən başlamışam, indi bir aydır Güney Azərbaycanın siyasi hizblərindən sorular soruşun. Bunlar oradan soruşun. Onlardan soruşun. Birini soruşun. Ağa, Türklərin milli haqları var ya yox? Türklərin milli haqları nələrdir? Qoyun bir görək adam düşünür. Heç olmasa bir düşüncə səviyyəsində ona bir cavabı var. Heç olmasa bu özü bir pişrəftdir əslində. Ki düşmən deyək ki, mən düşünürəm Türklər bir millətdirlər. Bunların milli haqları vardı. Milli haqları keçən 100 ildə, ya keçən 40 ildə icra olmayıbdı. Biz gələcək icra. Elə bu qədər desə ki, önəmlidir. Lakin bu qədər gedib qabağa. Amma biz soruşaq ki, əvvəl. Əvvəl gedib biz soruşaq. Türklərin milli haqları nədir? Türklərin milli haqları keçən adam gedib oturub da müsahibə edir, bir şeylər soruşur ki, adamın əti tökülür. Mənə nə ki o türkü danışır, danışmır. Mənə nə ki türkdür, türk deyil. Mənə mühüm budur ki, bu adam milli düşüncəsi var ya yox. Sən bunu soruş. Azərbaycan bir millətli, türklər bir millətli ya yox. Soruşacaqsan, sən niyə Ermənistanda tərəf çıxdın? Sən niyə Azərbaycanın əleyhinə danışdın? Sən bunları soruşacaqsın. Sən niyə Azərbaycanlıları tutulub düşürüb zindana difa eləmirsən? Öz aramızda Həsən Hüseynin tərəfdarları, bunlar bizim aramızda bəhs deyil. Olmamalıdır. Çünki hamısı ki tutulubdur zindandadır, hamısı bizim balalarımız, dədələrimiz, qacalarımız, qardaşlarımızdır. Durdu getdi. Hamısı bizim başımızın üstündədir. Amma biz onlardan soruşmalıyıq. Bir müntəxəb, sən bunları niyə tutulublar? Bunlara niyə casusluq iddiamı vurmuşsunuz? Bunlar hangi idarənin? Özdə hər idarə ki, casusluq edir. Mən fərmandarədə, ustandarədə, ərtəşdə, polisdə işləyirəm. Bunların hesab olmaz ki. Bunlarla casusluq olmaz. Casusluq olar ki, məsələn, mən strategik planlar ki, dövlət gizli tutubdur və məsələn 10 nəfər İranda bilir, o 10 nəfərin birinin mən olam. Məsələn, deyəm casusluq. Yoxsa nə mənə casusluq? Təbrizin, məsələn, padğanın hamı bilir hardadır. Bunu demək, məsələn, mən bunu deyim Türkiyəyə ki, Ərteş xiyabanı ki var, adı Ərteş xiyabanı, onun axirində Ərteşin padğanı var. Sipah Pastaranın Ləşkər Aşura Təbrizin dağlarının üstündədir. Tamam, bunu mən deməyə ehtiyac yoxdur ki, bu əslən hamı bilir. Belə şeydir, bu gizli deyil ki. Gizli nədir? Odur ki, məsələn, deyəsən, İranın bomba atom varıdır ya yoxdur. Mən bilmirəm. İran filan yerə filan silahı verdi ya vermədi. Təyyarə ilə, musafir təyyarəsi ilə 50 dona aparıbdı, veribdi Kürdlərə. Məsələn, mən bunu bilmirəm, amma bunu biri tapıb deysə, mümkündür. Bunu demək olar ki, bu şeydir. İranın gizli siyasətin üstünə açıbdır. Casus ola bilər. Amma o da o zaman casus ola bilər ki, orada işləyə. Mən orada işləmirəm, belə bir sözdə tapıbdan təkrar edirəm. Bu casusluq hesab olmaz.
Necə ki, hər şey casus. Nə casusu? Deyək ki, məsələn, məni gündə aparırsınız zindana, zindanın adresini bilirəm. Bunu vermək casusluqdur. Deyək ki, məsələn, mən gündə məni tutursan aparırsan dadgaha, bunun adresini verirəm. Gündə məni tutursan kələntəliyə aparırsan, kələntəliyinin adresini verirəm. Bu elan verirəm. Bunun casusluq deyil bunlar. Casusluq odur ki, İranın atom mərkəzinin kağızların, yazılı kağızların, nəqşələrin, formulların yığırlar, qoyurlar, planetə göndərirlər və İran dövləti bunu ona demir casusluq, mənə deyir casusluq, sənə deyir casusluq. Tamam, bu kandidalar niyə ediblər? Biz bunları soruşmalıyıq. Yoxsa sən türksən, türk deyilsən, türkü danışırsan, türkü danışmırsan, dilin nədir, kürdünü danışırsan, farsını danışırsan, türkünü danışırsan, kürdü danışmaq cürmüdür? Mənim özüm İnsafəli Hidayət Göylüm istəyir erməni danışam. İştibah eləmişəm, ermənini ölçəşməmişəm. İndi orada bizim erməni vardı, mən bilmirəm onlar ruznamələrində nə yazırlar, şeylərində nə deyirlər. Kaş mən Yahudi dilin başarıydım. Kaş mən Kürdü dilin başarım, bunların ruznamələrini oxuyam. Biz bunların ruznamələrini oxuyamırıq, Kürdlərin. Özümü deyirəm, bir də dostları tanıyıram, bilirəm ki, oxuya bilirlər, onları deyirəm. Bəzilərinin içində oxuya biləm. Ruznamələrini oxuya bilmirik, radio televizyonlarına qulaq asa bilmirik, clubhouse-larında bilmirik nə geçir, hizbilərində nə geçir, heç mərdəşlərdə çıxsa oxuya bilmirik, nə olsun yəni? Nə olsun yəni? Məsələn, mənim milliliyim haradır? Mən düşmənimi ya rəqibimi tanımayandan sonra nədən danışırım? Yəni, Kürdü bilmək, erməni bilmək, əslən Kürdünə evlənmək, erməniyə evlənmək cürmü deyil ki, pis də deyil. İttifakın çox da yaxşıdır. Sən düşməninin içinə girməyi başarasan. O qədər ağıllı olasın ki, düşməninin içinə girə biləsən. Kaş məsələn bizim milli fəallarımız o qədər ağıllı olalar ki, Kürdlərin liderlərinin qızları ilə, bacıları ilə, nənələri ilə, baldızları ilə evlənələr. Girələr onların siyasətlərini içə görələr nə keçir orada. Kaş bu qədər ağıllı olaq ki, biz Ermənistanın liderlərinin, hizbilərinin, rəhbərlərinin bacıları ilə, qızları ilə evlənək ki, onların bilək ki, onlarda nə keçir. Kaş o qədər güclü olaq ki, məsələn, bu 6 dənə kandidin 6-sının da qızı ilə, bacısı ilə, nənəsi ilə, arvadının, baldızları ilə yəni belə evlənək məsələn, girək bunların içində nə keçir. Kaş Xameneyinin məsələn dəftərində olanların hamısı ilə evlənə bilək. Milli hərəkət belə ağıllı olmalıdır. Siyasi olmalıdır. Siyasetin bir qapısı yoxdur ki, bir cürə deyil ki. Biri silah götürər siyasətdə, biri nüfuz elər, biri gedər evlənər, girər içinə, biri gedər idarəsinə istihdam olar, biri gedər itilatına istihdam olar, biri ərteşinə istihdam olar, biri ora gedər, biri bura gedər, biri gedər ondan işlər. Dünən bir şey eşitdim, deyir ki, bu Rəcaini öldürən Sazman-ı Mücahidin-i İnqilab-ı İslami ki, indi çox təşkilatda islah tələblərin əsli partisidir demək olar. Sazəndəci idi, nə idi? Onlar yox. Sazman-ı Mücahidin-i İnqilab-ı İslami. Həccariyancının hizbi. Deyir, bu buna görə ki, gələ şey ola, mücahid imiş özdə. Bu Sazman-ı Mücahidin xalqı var ha, xalqı İran. Onun üzvüymüş. Orada ağla bax ha, ağla bax. Oradan çıxıb gəlib dikilibdir Sazman-ı Mücahidin İnqilab İslamının içinə. O qədər buranı düyməliyib, bura möhür vurub, namaz qılmaq, mütəyyən olmaq. 2 dənə xudqar götürür, burada cibinin burasında 2 dəlik var. Biri dövlət xudqarı, biri də şəxsi xudqar. Özünə bir şey yazanda şəxsi xudqarını çıxadır, dövlətə bir şey yazanda dövlət xudqarını çıxadır. Baxın, belə şeylər, film. Gəlir, ora gəlir ki, Rəcai, Bahunər molladı özü. Deyir ki, sən geç qabağa namaz qıl girəm, mən sənə şey eləyim, dalında namaz qılım. O geçir qabaqda, namaz qılır. Bu deyir ki, heç kəs bunu kontrol eləmir. Götürür, aparır, bombu qoyur, məsələn, vizarətxananı dağıdır, məclisi dağıdır, neyindir filan bəhman. Ağla bax, siyasi ağla bax. Siyasi uzun görüşə bax. Bizim millətimizdə biz siyasi deyilik, bizim təcrübəmiz yoxdur. Biz farsların %1-i siyasi düşünmürük. O üzəlir, fori bir nəfər göndərirlər içəri eşiyə. Aha, sən ged orada o şeyi danış. Türklərə də himayətçidir cinən. O da çıxır, məsələn, biri də nə deyirlər, sən ki, söyüş ver cinən. O söyüş verir,
Bu himayət edir. İkisi bir siyasetin iki tərəfidir. İran dövlətinə məşruiyyət vermək. Farslara məşruiyyət vermək. Bizdə bu yoxdur. Amma baxın dostlar, bir de bunu deyirlər ki, Pezişkiyan birinci dəfə gəlibdi. Yox ağa, əvvəli inqilabdan bu cürəcən türkləri intixabatda olublar, saxlayıblar. Çünki onu saxlamasa rəy gətirməzlər. Biri məsələn kimdir? Bəni Sədd. Zəncanlı bir türkdür. Bəni Sədd 100% türkdür. Rəis cumhur oldu. Bir il çəkmədi. Öldürmək istədilər, qoydu qaçdı. Ömrünün sonunacında pan-İranist idi. Çox da möhtərəm bir şəxsiyyət idi, çox mənim nəzərimcə. Hətta mən zindanda olanı məndən himayət edibdi, mən zindandan çıxandan sonra məndən himayət edibdi. Bunlar da bir şeydir ki, biz yadımızdan çıxartmırıq. Mənə xidmət edibəcə, mənim ailəmə xidmət edibsə, mənim ailəmdən mali himayət edibsə, mən zindanda olanda mən yaddan çıxartmıram. Amma bu dəlil deyil ki, deyəm ki, o pan-İranist deyil. Hörməti yerində, sayğısı yerində, bir işi görüb də onu qədrini bilirik, qiymətini bilirik, türkçülüğünü bilirik, insanlığını bilirik, düşüncələrini də tanırıq. Amma deyirik ki, milli deyildi. Türk idi, milli deyil. Pan-Fars, pan-İranist bir siyaset müdəridir. Heç baxmamışam görürəm ki, Rəcai Bahunər farslılar, türklər, baxmamışam. Amma ondan sonra hər kəsə baxırsan, görürsən ki, məsələn o dövrlərdə Mir Hüseyn Musavi Xamenei deyir, mən türkəm, ya da deməsə də inkar eləmir ki, mən türkəm. Bir də deyirlər türk, biz deyirik türk deyil Xamenei. Amma Xamenei türkü danışır, bir də deyir türkdür, o da demir. Necə ki, məsələn, bir də deyirlər ki, bu nənəsindən doğanda ya Əli deyib doğubdu, inkar eləmir. Eyni bunu da. Yəni, hər kəs nə yalan deyir, desin, mən qəbul edirəmdir. Onun ki, mən demirəm. Millət nə özü neynər eləsin. Xamenei belə düşünür. Amma Xamenei türk olsa, belə türk olsun. Əsən qoyaq türkdür. Əcəba bu türklərə bir xidmət eləyibdir. Əsən türklərin milli mənafeyini tanır. Əsən bilir ki, milli mənafeyi, türklərin milli mənafeyi nədir? O İranı və panfarsların xidmətindədir. Yəni düşməndir, türkə düşməndir. Mir Hüseyn Musavi Yaşıl hərəkatında da gəlib Azərbaycanda danışıbdır məsələn. Yoxsa ondan sonra hardaydın qardaş? Sən 8 il İran-Əraq savaşında vəzir olmusan. Azərbaycana hangi xidmət eləmişsən? Sonra da elə indiyəcən bu günəcən ki, indiyəcən əla mən bu gün danışıram cənabınızla. Bu günəcən Mir Hüseyn Musavi Azərbaycan üçün bir dənə məqalə yazıb. Düşüncəsini deyib ki, Azərbaycan millətdir, Azərbaycanlılar, türklər, ondan sonra milli haqları var. Milli haqları nədir? Vətənləri haradır? Vətənləri nə cür olubdur? Niyə bölünübdür? Niyə vətənlərinin üstündən ad götürür? Niyə iqtisadları günü-gündən arıqlır, zəiflir? Niyə sənaye və teknolojini Azərbaycandan daşırlar ayrı yerə? Niyə Azərbaycan qurudulur? Niyə Azərbaycan aradan gedir? Niyə Azərbaycanın milləti, türk milləti məcbur olur mühacirət eləsin? Niyə kürdləri belədir, elədir? Niyə bunlara mozaikçilik eləmir? Ondan sonra kim gəlibdi? Həkimipur gətiriblər. Həkimipur kandid olanda danışıb, ondan sonra lal olubdur. Umidi Zəncandan da. Ondan sonra kim gəlibdi? İndi bunları adları yadımdan çıxmasın deyə baxım yazılarıma. Mehrəli Zadə gəlibdi. Mehrəlizadə gəlibdi, Əhməd İncət dövləsində idi, sonra şeyin dövləsində idi. Himməti də ki, şeydə gəlmişdi. Amma nə olsun, yəni məsələn bunlar türk olublar, nə olubdu məsələn? Türkün hangi milli haqqından danışıblar? Baxın, bu için mən Türkəm, zəbani Türkiyə, Azəri deyilik, biz Türkçük. Burada bu deyil, bu deyil. Bu bizim 100 il bundan qabaqçı sözümüz idi. Bunun üstüne 100 il geçir. Biz indi milli haqlardan danışırıq və milli haqların ən başında hakimiyyət milli, dövlət milli, hakimiyyət milli, mənabe milli, əhzab milli, radyo televizyon milli, bank milli. Milli vətən, milli torpaqlar. Biz bunlardan danışırıq. Niye bunlara göre danışmırlar? Yani
şaqqıl qəmər eləməyəcəklər. Heç birisi. Heç birisi. İranın çərçivəsində vilayət fəqihə mütləq qəbul eləyərək gedirlər ora. Biz üçün getmirlər. Biz enerjimizi onlar üçün qoymayacaq, onlar çıxsın və onların çıxmağını da qabağını alacaq ki, çıxmasınlar ya da zəif çıxsınlar. Belə 1% rəy ilə çıxmaqları dostlar, onlara aşağılıqdır. O gedib deyəcək ki, mən 1%, 99% rəy verməyibdi, gəlmişəm bura. O bilir ki, bunun hökmlərinin heç birinin ərzişi yoxdur. Amma rəy versək, o 50% rəylə, 60%, 51% rəylə getsə, deyəcək ki, mən bu millətin 51%-nin rəyiyəm. Mən qanunlar ki qoyuram, zorlar ki eləyəcəm, edamlar ki eləyəcəm, millətin haqqını ki zayi eləyəcəm, milli haqları aradan aparacağam, türklər daliyə qalacaqdı, iqtisadları zəifləyəcəkdi, köçməyə məcbur olacaqlar. Filan, bax bunlar hamısı qanunidir, düzdür. Niyə? Çünki 51% mənə rəy verir. Bir var ki, sabahları deyəsiniz ki, millət olaraq deyək ki, ağa, bu adam 1% rəy ilə gelir. Bilirdi ki, 1% rəy ilə dövlət olmaz ki. Nə hakimiyyəti? O qərarların ki veribdi, heç birisi hamısı qeyri-qanunidir. 1%-lə dövlət olmaz. Onlar indi zorları var, olublar, topları var, tancıları var, ərteşləri var, pastarları var, tamam olublar. Amma sabahları ki bu dövlət yıxılacaqdır, onda bunlardan yapışacaqlar qulağından deyəcəklər, cavab ver. Baxın, intixabatı mühəndislik edirlər, rəqabət yaradırlar. Düşmənin əlində çoxlu pullar var. Məsələn, dedim, deyək ki, 10 min milyar, 100 min milyar burada pul xərclənəcəkdir. Bu intixabata görə. Dövlət hazırdır bunu xərcləyib, bir şey deyəcək. Bir şey deyil. Dövlət üçün bir şey, İran dövlət üçün bir şey deyil. Doları 1-2 tümən o yüz eləsə, hər şey düzələr. Bunların hamısını dövlət verək. Heç lazım deyil şeydən olsun. Kandidlər xərcləsinlər. Kandidlərin xərcini verəcəklər. Yəni, kandidlər bir belə pul qoyacaqlar, bu 6 nəfər pul qoyacaqlar, xərcləyəcəklər. Bunlar müftə getməyəcək. Bunların hamısının xərcini verəcək dövlət. Təbii ki, verəcək. İndi, mən bu cürsü gəlir, o pulları içi qoyubdur. Bunların birazını verib, bu sitatlar bunlar xərcdir. Bunlar da iki cürə təbliğat edirlər. Biri deyirlər ki, pul verir, deyir, məni təbliğ eləyəcəksən. Biri deyir, pul verir, deyir, mənə söyüş verəcəksən. İkisi de onun üçündür. Bu da təbliğ edir, adı gedir. O da söyüş verir, adı gedir. O söyüş verəndə daha çox faydalanır. Heç vaxt bunu söyüş verirlər, biz bunun yanında durmalıyıq. Bir dənə qədimdən siyasətli tamam yerlərdə bunu apararlar. Xüsusən İranda çox yaxşı cavab verir. Hər kəsə çox söyüş versələr, onun tərəfdarı çox olur. Məsələn, baxın, Cəliliyə söyüş verilir. O birisində Qalibova söyüş verilir. Baxın, bunların hamısı oğrudur da. Baxın, Pezeşkiyanın ömründə bir dana düz söz deyibdi. Deyibdi ki, biz hamımız oğruyuq. Bu sözü düzdür. Çünki intixabatda, keçən intixabatda televizyondakı danışırlar, münazirə edirlər. Hamısı bir-birinin oğru olmağın sənədlərini qoydular ortaya, gözümüzlə gördük, amma rəy verdilər birlikdə insanlar. Baxın, biz belə bir millətik ki, bilə-bilə ki, onlar bir-birlərinin oğurluqlarını qoydular qabağa və bildik ki, oğurdular, yenə rəy verdik ki, gedin oğurluq eləyin. Biz belə bir axmaq millətik. Yəni, rəy verənlərdən sözüm. Belə millət deməyək da, burada mən bunu təsir edeyim. Biz belə bir axmaq bireylərik, fərdilərik, ailələrik. Bununla belə bilirik, oğurluq edib deyirik ki, bu oğru, tamam, bu oğrudur, geçsin rəy atsın, biraz çox oğurlasın. Deyirik ki, tamam, bu oğrudur, mən rəy verməyim. Özü qorxur belə, mən rəy verməsəm mənə nə olar? Məsələn, nə edəcəklər? Səni idarədən salacaqlar işiyə, səni məmləkətdən salacaqlar işiyə, Allahından olsun mənfəətdən salsınlar, məmləkətdən salsınlar işiyə. Aleyküm selam, əziz dostum. Yəni, bir indi bəhanələr gətirirlər ki, mən rəy verməsəm, məsələn, sabah məmləkətdən çıxanmaram. Niyə məsələn çıxanmazsın? Bir belə adam çıxırlar, rəy veriblər. Mənim uşağımı danışqaha qoymazlar. Niyə qoymazlar? Sənin uşağın ilə 50 dənə şeydən geçəcəkdir. Danışqah bir dənə pul mərkəzidir. Səndən pul alacaq, uşağı qoyacaq, dərs oxuyaq. Necə iş qoymayacaq? Uşağın geçsin Türkiyədə dərs oxusun, daha ucuzdur.
Keçən həftə bir amar gördüm, 23 min nəfər İrandan gediblər Türkiyədə dərs oxurlar, danışqahlarda. 23 min nəfər. Türkiyə az adama dərs verir. Mən lazımsa 1 milyon adamla danışqahlarında dərs verir. 4 ildən sonra bunlar hamısı türkçə qeydəcəklər İranı. İranın içi dəyişiləcəkdir. 4 ildən sonra bunlar gedəcəklər dövlət içinə. Mən bilmirəm Türkiyəyə niyə bu qədər zəif baxır. Öğrenciləri gətirib dərs vermir. Nə qədər məsəl xərclər bunlara? Deyək ki, 4 ildə xərcləsin 2 milyar dolar. Xərcləməz. 100 min nəfərə 1 milyon İrandan gətirib orada türkçü ölkədə, tarix ölkədə, dil ölkədə, elm ölkədə, iqtisad ölkədə bunlar qeyd edəcəklər, orada vəzir olacaqlar, müavin olacaqlar, nümayəndə məclisi olacaqlar, rəisi idarə olacaqlar, mühəndis olacaqlar, döktür olacaqlar. Bunlar o toplumun liderləri olacaqlar. 2 milyar nədir ki, məsələn 1 milyon insanı gətirəsən, 4 il burada dərs verəsən, sonra deyirsən, xoş gəldin, gedin vətəninizdə işləyin. Bizim siyasətlərimizə burada. Mən bilmirəm, yəni Türkiyə dövləti hər yeri xərclir, pənahəndələrə xərclədiyinin %1'i xərcləsə bunlara, danışçılara. 4 ildən sonra məmləkətləri alır. Məmləkətlərin idarələrini alır əlinə. Biraz şeyi baxırlar. Hər halda dostlar, siyasət onları da dedik. Dedik ki, bir var intixabata deyəsiniz ki, təbliğ eləyəsiniz. Bir də var intixabatdan fürsət olaraq istifadə eləyəsiniz, milli düşüncələri aparasınız üstə. Milli düşüncələri geçəldəsiniz. 30 ildə elə bu səviyyədə qaldı, bunu dəyişdirmək lazımdır. Onları dedim, videonun əvvəlində dedim. Dostlardan, onu deyirdim, mühəndisi eləyirlər intixabatı. 6 nəfəri kim? Əvvələn 6 nəfəri siz seçmişsiniz. Bu sizin nümayəndə rəis cümhurunuz deyil. Şurayı Nigahban. Şurayı Nigahban. Şurayı Nigahban ki 12 nəfərdən ibarətdir. 6'sı molladır, 6'sı da hüquqdandır. Bunların 12'sini də rəhbər seçir əslində. Çünki 6'sını Şurayı Nigahban seçir. 6'sının məclisin şeyləri seçir, göndərirlər rəhbərə ki, qurban. Bu 6 dananı biz seçdik, bu 12 danadan siz məsələn hüquqdandılar, bunlardan siz seçin. 6'sında mollalar, filan mollalar seçirlər, deyirlər rəhbər bunları seçir, ya da rəhbər özü seçir. Hər halda 12'si də gəlir rəhbərin imzasının altından keçirlər, gedərlər onlar Şurayı Nigahban. Onlar 6 nəfər seçiblər, deyirlər, bu 6 nəfər rəis cümhurdur. Biz deyirik, bu 6 nəfərdən birini seçin. Sizin düşünmürsünüz, uşaqsınız, ağlınız kəsmir sizə. Biz 6 nəfərdən sizə 6 nəfərdən birisi. Əvvəla bu demokrasi deyil. 6 nəfər sizə bir qurtdu, hamısında oğruları seçiblər, yığıblar ora. Deyirlər bu 6 dana oğrudan bir oğruya siz rəy verin. Bəzi insanlar da o qədər ahmaqdılar ki, deyirlər ki, bu 6 oğrunu ki onlar seçmişlər, oğrular. Üstdəki oğrular seçmişdilər, qoydular 6 oğru. Oğrunu seçərlər dostlar. Rıza Şah. Salih bir misallar var. Axı bizə tarixi o qədər yalan deyiblər ki, biz hər şey olmuş. Rıza Şahdan bir dənə tarixi əsər var. Deyir ki, gedir Rıza Şah çox oğruymuş. Əcib oğruymuş, cibbor. Əcib cibboruymuş. Çünki bilirsiniz də Allah deymiş. Uşaqlığında dədəsi zadı yox imiş. Küçədə elə hər gələn buna barmaq elirmiş. Filan bəhman da onlara keçməyək çox da o qismətə. Bu oğruymuş. Çox cibbor. Hesabı cibboruymuş. Bu gedir orduya geçirdirlər bunu. Biləxərə yetimdir. Bunu geçirdik bir odurda bir çörək yesin falan bəhman. Bu bu cibborluqla gedir. Bir gün bu koltuğu ilə gəlir. Bir rəis olubdu da. Gəlir deyir ki, hər kəs mənim koltuğumu vursa caizə verəcək. Çünki oğrudur deyir ki, heç kəs vura bilməz daha. Gəlir bir müddət sonra görür ki, koltuğu yoxdur. Nə qədər deyir, o adam da cürət eləmir deyə ki, mən oğurlamışam. Atırlar yerə, tapırlar, verirlər Rıza Şaha. Oğru başı oğruları kontrol edir. Deyirlər, Rıza Şah dəstur verir ki, gedin oğruları polisə indi. Polis yox idi o qədər. Deyirlər ki, gedin polisi düzəldirlər, jandarmeri polis. Deyirlər ki, gedin polisə, şəhər polisinə, jandarmeri kətlər üçün. Gedin oğruları tutun, gətirin, istihdam eləyin polisə. Oğruları tuturlar, gətirirlər, istihdam edirlər polisə. Ki, daha rahat oğurluq eləsin.
Dövlət ki, oğruları kontrol edəyəm, amma daha rahat oğurluq eləsin. Bir də oğruları tanısın, bir-birlərini tanısınlar. Əgər qərarlı bir yerdə bir oğurluq eləyərlər, bir adam öldürərlər, onda rahat dəstur aparır. İndi də Şurayın Cəhban özü oğrudur. Cənnətin 92 yaşı vardı, milyardlıq evlərdə oturur, yiyir, içir, dolanır. 90 yaşında, 90 neçə yaşında adamı 2 dana, 3 dana maşın eskort edir, 7-8 dana mühafizi vardı. Yapışırlar, qolundan yol yeridirlər. İnanın ki, lastik bağlırlar, gətirirlər. Yəni, pampers bağlırlar da, ona bir şey bağlırlar ki, özünü batırmasın. Amma o gəlir burada deyir ki, mən təşxis verirəm. Yol yürümağın təşxis verə bilmir, yemağın təşxis verə bilmir, görə bilmir, eşidə bilmir. Amma deyir, mən təşxis verirəm ki, bu 80 milyon adama bu 6 dana oğru yaxçıdır. Özü oğru başıdır. Gəlir 6 dana oğru qoyur ki, onun hər nə mənə oğurlasalar, ondan bölsünlər. Biz də gəlirik, insanlar gəlib bunlara rəy verir. Onları seçdi. Şurayın Cəhban 12 nəfər oturdu. 6 nəfəri seçdi. Dedi ki, bunları biz seçdik. Amma millətə niyə deyirsən gərək ver? Siz seçmişsiniz də. Birini də seçin, zəhmətli qoyun da kutu bizim yükümüzü azaldın. Azcaq da xəş çıxmasın ortaya. Tutarsın ki, amma yox. Onlar bir oyun da alırsın da. Onu mühəndislik eləyəcəklər. Bizdə bir intixabat var, seçdik, rəis cumhur çıxdı. Millət rəy verdi. Amma millət seçmir ki. Millət nə cür seçər? Deyər ki, hər kəs istir, gəlsin nümayəndə olsun. Orada deməzlər, bunun biri oğru dəsin. Gəldi nümayəndə oldu, millətə deyir, mən oğruyam. Deyirlər ki, bu Zulfa tərəflərində bir nəfər deyib ki, şəhərlərin birində deyib ki, mən işim yoxdur. Lisansım, ya fوق lisansım var. İşim yoxdur, işsizəm. Mən getmirəm sizin haqqlarınızdan difa eləyəm şəhər şurasına. Mən gedirəm şəhərdə bir iş tapam, işləyəm. Mənə rəy verin, mən gedim işləyim, evimə çörək yaparım. Adamlara rəy veriblər. Sədaqət mühümdür burada. Sədaqət mühümdür. Sədaqət yoxdur İranda. Düz danışmır. Hər halda mən bu günləri çalışdım, deyəm ki, intixabat nə cür mühəndislik olur, nə cür bölürlər. Biri deyir, pul verirlər, deyirlər, məni təbliğ elə, tərəfdarıyıq. Biri deyir, pul verirlər, deyirlər, mənə söyüş ver. Düşürlər insanlar bir-birinin canına o kandida rəy vermək üçün. Kürt-Türk savaşı buradan çıxır ortaya. Baxın, mühəndisliği belə elərlər. Neçə ay bundan qabaqdan Cənab-ı Pezeşkiyana icazə veriblər ki, bəzi sözlər desin. Gedib orada oturub deyib, Azəriha web saytının məcəlləsinin, yol məcəlləsidir, nədir? Onun oturub ofisində, onlarla müsahibə edir, sonra da videosunu götürürlər, yayırlar. Baxın filmə. Durur çıxıcı, mən sizə cavab vermirəm. Qəral deyək ki, mən siz dediğinizi deyəm. Amma gəlir, deyir ki, rəsmi şeyində ki, yazır, mən neyniyəcəyəm sabahları, deyir Azəriha, Azəri. Kürtlərə deyir Kürt, bizə deyir Azəri. Olan ona dedin Kürt, bizə dedin Azərbaycanlı lağəldə. Niyə deyirsən, ya de Türk, ya da dedin Azərbaycanlı, niyə deyirsən Azəri? Amma nəxşədir o. Yəni orada onu götürdülər, qoydular. İndi buradan da o tərəfdən də biri çıxır, söyüş verir, Pezeşkiyani falan. Bu tərəfdən də adamlar, biz Pezeşkiyana dedilər, Torkəxər, biz də ki, buna rəy verək. Bu da bizi şey eləməkdir da, yəni eşkək edirlər. Eşkək nədir olur? Düzdür. Bir dəfə bizim eşkəyimiz var idi. Mənim özümün, yəni dədəmcidir. Mən ondan çox yoldaş idim o eşkəklə. Zəmi daşıyında mən daşıyardım ona görə. Bir dəfə zəmini gətirirdik, bir cığırla gəlirdik. Bu heyvanın ayağı girdi. Deməylə bir nəfər, hər kəs, bir nəfər yol qazmışmış. Palçığı töküb, torpağı töküb içinə su ilə qatıbdı. Eşkək heyvanın düşdü ayağı ora. Mən ki, zorun çatmaz eşkəyi, dəriz də üstündə. 16-17 dana da dəriz vurublar üstünə çıxadım, ağladı ki. Qışqırdım, ağladım filan. Bəhman bir nəfər oradan indi, əmim idi, kim idi? Gəldi, Allah saxlasın, əmim idi, fikrim, Bəxşiyəli əmim idi. Ya Səfərəli əmim. Gəldi bu eşkəyin yükünü açdı, o eşkəyi zoruna, min müsibətini oradan çıxartdılar. Hər nəynədik gələn serdən eşkəyi oradan geçmədi ki, geçmədi. O qədər, axır bunu özü bir cığır tapdı, oraya ilə çıxdı, getdi.
Yəni yolunu çox uzaqlatdı, çox qorxmalı yola getdi ki, mən ora getmədim özüm. O eşki oraya ilə getdi, o bir tərəfdən. Çünki keçən dəfə düşmüşdü ora. Amma biz 40 ildir ayağımız düşüb İranın batlağına, yenə gəlirik, yenə düşdük ora. Yenə də bir iddia adam tapılır, pul alır ya almır. Ehsasatı olur, gedir düşmənin toruna düş. Onun üçün dostlar, rəy verməyəcəyik, təhrim eləyəcəyik, amma 6 kandidin, 6'nın da tamamı İranın başında her yerde afisleri vardı, sitatları vardı, onlara gidin. Onlara gidin, milli haklarımızın hakkında sual soruşun. Nelerdi? Azerbaycanlılar Türk milleti diler ya yok. İran'da Türk milleti var ya yok. Bu bir. Azerbaycanlıların milli partileri, hizbleri niye yoktu? Azerbaycanlıların dilleri niye resmi idari dil değil? Azerbaycanlıların iktisadı niye zayıflayıbdı ve niye o kadar ki İsfahana, Simnana, Yazda, Kaşana, Şiraza, Farsa sermaye koyulup Azerbaycan'a koyulmayıbdı? Ne inleyeceksin bu haqda? Ki o kadar ki oraya gedir, burada sermaye gelsin. Ondan sonra vətənin tarixi, Azərbaycanın vətəni niyə bölüblər? Azərbaycanı Azərbaycansızlıqdan çıxardıblar, Azərbaycansızlaşdırıblar. Bunu nə cür qaytaracaqsan Azərbaycana? Əraki, Qumu, Kərəci, Tehranı, Ərak olur şeydə, Ustanın mərkəzi. Əlborzda olur Kərəc, Ustanın Tehran'da olur Tehran. Ondan sonra Qəzvin, Həmədan, Zəncan, Ərdəbil, bunları nə cür Azərbaycanın adının altına, çətirinin altına qeytirəcəksən? Bizim milli coğrafiyamız, şəhərlərimizi bölüblər, birazını veriblər Gilana, birazını veriblər Kürdistana, birazını veriblər Həmədana, birazını veriblər ora bura. Bunları nə cür qeytirəcəksiniz? Milli sözlər, sorular. Bizim milli bankımız niyə yoxdur? Bizim milli radiolar, televizyonlarımız niyə yoxdur? Niyə Qəşqailərin ustanları ya illəri yoxdur? Biz bu tür şeyleri onlardan soruşaq. 6-7 danadır, çox deyil. Bunları onlardan soruşaq, kətbi cavab istiyor. Bizə kətbi cavab verin. Bizə yazılı cavab verin bunlara. Gətirək onları yayaq. Baxın, bunu mən neylədim? Ayətullah, Allah rəhmət eləsin. Fars da olsa, yaxşı adam idi. Ayətullah Müntəziriyə bir namə yazdım. Mən zindanda olanda və zindandan çıxandan sonra. Məndən də himayət edibdi. Zindanda olanda himayət edibdi. Ailəmdən himayət edibdi. 2-3 dəfə pul göndəribdi. Azdan çoxdan pul göndəribdi. Allah rəhmət eləsin. Bir cümlə yazdım ki, biz Azərbaycanlıların bu haqları var. Siz bu haqları rəsmiyyətə tanırsınız yox. Rəsmiyyətə tanıdı. Və dedi ki, bu haqlarınız üçün siz o pul içi şəriyyata verirsiniz. Fitrə, zəkat, nə bilim, xums, hər nə ki verirsiniz. Bunlardan eləyə bilərsiniz. Verməyəsiniz, bunlara xərcləyəsiniz. Fətva alırsınız. Yazılı bir şeydir. Tarixi, Şiənin tarixində olmayan bir fətvadır. Eyni halda elə gedin Cəlilidən də, Qalibafdan da, Haşimidən də, Pir Məhəmmədidən də, nə bilim Zakanidən də, hamısından. Deyin ki, bizim bu 6 dana, 7 dana, 10 dana sualımıza məktub cavab yaz. Ta biz millətimizə deyək ki, sənə rəy versin ya yox. Məşrut. Cavabın yazsın, biz də gələk, o adam ki, gələcək, ya biz məsələn baxdıq bunları, 6 dana cavab aldıq. Özü onlara deyin ki, bizi 6'za da veririk. Hancısı yaxşı cavab versə, biz millətimizi dəvət edəcək, ona rəy versin. Gətirirsən, 6'sını da yayırsan, bir atmosfer, siyasi atmosfer düzəldirsən, özün də deyirsən ki, dalda da deyirsən ki, mən deyəcəyəm ki, rəy versinlər. Gedəcəm orada, məsələn, şeydə, yazı yazacam, deyəcəm, biz bu adamın 6 dananın 6'sını, 5'in yox, filan kəsə pişnahad edirik, rəy verin. Pişnahadımız budur. Demirik rəy verin diyor, pişnahadımız. Amma oradan da çönürəm, daldaşına deyirəm ki, mən bunu dedim, sən inanma, sən get rəy vermə. Tutup get. Əxlaq idi. Əgər düşmən əxlaqsızdır, bizdə. Özü əxlaqın mənası dedim, yoxdur. Əxlaqın mənası budur ki, sənin haqqın ola. O zaman ki, sənin haqqın yoxdur, hər cürə siyasətdən istifadə, yoldan istifadə eləmək sənin haqqındır. Əxlaqı düzdə. O
Klasik əxlaq ki bizə deyiblər, o əxlaq üzrə düzdür. Çünki sənin ən böyük əxlaqi budur ki, haqqın ola. Əgər haqqın yoxdursa, haqqı aradan aparırlarsa, milli haqlarını, hakimiyyətin yoxsa, hakimiyyət və ələ gətirmək hər iş görə bilərsən. Hər iş görə bilərsən. Azadsan. Haqqındır, əxlaqidir, dinidir, siyasidir, hər verdisiz olur. Sağ olun dostlar. Təşəkkür edirəm. Umarım ki, xeyirli olsun. Mən bu seçkilər haqqında fikir edirəm ki, lazımdən də çox danışdım. Gününüz xeyirli qalsın. Görüşmək üzrə. Sabahları, yəni sabahçı gün, Sayın Eldar bəy Qaradağlı cənabları ilə Cümədə, yəni Güney Azərbaycan Qurtuluş Partisi lideri ilə bəhslərimizi başlayacaq, davam edəcək. Umarım ki, xeyirli olsun millətimizə. Gecəniz xeyirli qalsın. Görüşmək üzrə.